Mən həmişə onu möhtəşəm başı qarlı dağa bənzədirdim. Elə bilirdim arxamda bir dağ var. Eyvaz rəhmətə getdi. Mən elə bildim arxamın o zirvəsi getdi, o qarı getdi, o dağı getdi. Kəndimizi çox sevirdi. Kəndimizdə olan bulaqların, meşələrin, kəndimizin ətrafında olan dağların hamısının vurğunu idi. Hamısını adı ilə tanıyırdı. Biz Qərbi Azərbaycanın Çəmbərək rayonunun Qaraqoyunlu dərəsinin Əmirxeyir kəndindədir. Məqsədim əziz və unudulmaz qardaşım Eyvaz Abbasquluoğlu Məhəmmədovun anadan olmasının 90 ili, həyatdan köçməsinin 25 ili ilə əlaqədar olaraq onun əziz xatirəsinin onu sevənlər, onu unutmayanlar tərəfindən bir daha yada salınması və xatırlanmasıdır. O 1935-ci ildə Avqust ayında Çəmbərək rayonunun Əmirxeyir kəndində anadan olmuşdur. Eyvaz müəllim ata-anamın ilk övladı olmuşdur. Eyvaz müəllim mənim böyük qardaşımdır. Biz ailədə 7 uşaq olmuşuq. 4 bacı, 3 qardaş. Eyvaz müəllim ən böyüyü olub. Və bizim ailənin ən sevimli şəxsiyyətidir. Xatırlayıram ki, bir dəfə anamın sağlığında bizim ailə üzvlərimizin hamısı şəhərdəki evimizə toplaşmışdı. Kəndimizin təbiətini, gözəlliyini, bulaqlarını yada salaraq hər kəs kəndimiz barədə öz xatirəsini danışardı. Mən bacım xanımın kəndimizin gözəlliyini tərənnüm etdiyi Görmədim rədifli şeirini əzbərdə söylədim. Çox ellər dolanıb, çox dağlar aşdım. Kəndim kimi gözəl məkan görmədim. Çoxlu bənövşəli çöllər dolaşdım. Armudluq tək bir gülüstan görmədim. Çiçəkli, nərgizli düzlərdən keçdim. Sərin bulaqların suyundan içdim. Dağlarda çoğuna, borana düşdüm. Ancaq çalmalıya çatan görmədim. Çoxlu gözəllərin getdim toyuna. Baxdım geyiminə, baxdım boyuna. Kəndimin bir damla sərin suyuna. Tay olan bir dərya ümman görmədim. Çiyələk, qarağat, moruq motmotu. Yedincəl kolunun dibində otu. Dərmandır çiçəyi, hər kiçik otu. Belə həkim, belə loğman görmədim. Qalxıb daş bulağın suyundan içgəl, enib mənəsəhli yolundan keçgəl, unutma dağların gülündən seçgəl, belə diyar, belə ümman görmədim. Bacım xanımın yazdığı bu şeirə qardaşım diqqətlə qulaq asdı. Çox gözəl yazıldığını söylədi və bir anlıq dərin xəyala daldı. Atam elinə, obasına, vətəninə, türkçülük ideyalarına bağlı vətənpərvər bir ziyalı idi. Onun ürəyini ağrıdan, yara salan məhz 80-ci illərin sonunda Qərbi Azərbaycandan soydaşlarımızın deportasiyası oldu. Həmin illərdə Qarabağ hadisələri, xalqımızın, millətimizin qaçqın köçkün taleyi, xalqımızın başına gətirilən müsibətlər oldu. Atam bir ziyalı kimi həmin hadisələrə təbii ki, laqeyd qala bilməzdi. Kolxozlaşma dövründə bizim ata evimiz alınaraq məktəb olduğundan qardaşım 1-ci sinifə öz evimizdə getmişdi. Əmirxeyir kənd 7 illik məktəbini bitirdikdən sonra orta təhsilinin davamını Gölkənd kəndində orta məktəbdə əla qiymətlərlə başa vuraraq 1951-ci ildə bitirmişdir. Həm Əmirxeyir kəndində, həm də Gölkənd kəndində məktəbdə oxuyarkən
riyaziyyat və fizika fənlərinə olan marağına, istedadına və bacarığına görə həmyaşıdlarında çox fərqlənmişdir. Eyvaz müəllim orta məktəbdə oxuyarsa, Əmirxeyirdə 7 illik məktəbdə oxuyarsa, öz savadınla, öz hərəkətinlə başqa digər yoldaşlarından, digər uşaqlarından kəskin şəkildə fərqlənirdi. Bir dəfə mənə dedi, 2 yazı gözlə. Gözlə dedi, bunun hansı Hüsnüxət kitabıdır, hansını mən yazmışam. Təsəvvür edirsənmi, bu elə yazı yazıb ki, Hüsnüxət kitabından fərqlənmir. Mən baxdım, deyim, vallahi fəxrləndirə bilmirəm. Eyvazda elə qabiliyyət vardı, elə yazı yazırdı, elə də savalı vardı. Onun çox gözəl xətti var. Şeir yazmaq qabiliyyəti də var idi. Elə gözəl şeirlər yazırdı. Orta məktəbi 1951-ci ildə əla qiymətlərlə bitirdikdən sonra həmin ildə o dövrlər üçün məşhur qabaqcıl elm ocağı sayılan Qazax Dövlət Müəllimlər İnstitutunun Fizika Riyaziyyat Fakültəsinə daxil olmuş və həmin institutu 1953-cü ildə fərqlənmə diplomu ilə bitirmişdir. Təyinat ilə işləmək üçün öz doğma rayonumuza, yəni Çəmbərək rayonuna göndərilmiş və Çaykək kəndində doğma dayım Sərdarov Balı məktəb direktoru işlədiyi Çaykənd Orta Məktəbində riyaziyyat müəllimi təyin olunmuşdur. Eyvaz müəllim mən ilk dəfə Çaykənddə ibtidai məktəbdə oxuduğum zaman görmüşəm. Deməli, Eyvaz müəllimlə biz bir kənddəniyik, Əmirxeyir kəndindən. Qaravoyunlu mahalında mən deyərdim ki, Əmirxeyir kəndi çox böyük ziyalılar yetişdirib. Onların içərisində Eyvaz müəllimin də xüsusi yeri var. Mən Çaykənddə 3-cü sinifdə oxuyanda o zaman atam Birləşmiş Kolxozlar deyirdilər. Orada kolxoz sədri işləyirdi. Biz Əmirxeyir kəndindən olsaq da təbiidir ki, Çaykənddə yaşayırdıq. Və mən 4-cü sinifdə oxuyanda Eyvaz müəllim Qazax Müəllimlər İnstitutu var idi, 2 illik. Oranı əla bitirərək həmin kəndə işləməyə gəlmişdi. O zaman Çaykənddə məktəb direktoru Balı müəllim idi. Çox ciddi bir kollektivi var idi və təbiidir ki, uşaqların dərsindən ciddi məşğul olurdular. Ümumiyyətlə, Qaravoyunlu mahalında müəllimlər şagirdlərə çox gözəl dərs deyirdilər. Çünki bir ictimai qınaq var idi. Hər hansı bir müəllim şagirdləri qaydasında öyrətməsəydi, o müəllimlərin valideynlər narazı qalardılar. Eyvaz müəllim çox gənc yaşlarında gözəl siması, gülər üzünlə bizə müəllim kimi bizim auditoriyaya daxil oldu və hiss elədik ki, doğrudan da sözün əsl mənasında riyaziyyat müəllimi gəlir. O çox həvəslə dərs keçərdi və çalışardı ki, bütün şagirdlərini öyrətsin. Ona görə də mən hesab edirəm ki, mənim ən əziz müəllimlərimdən biri Eyvaz müəllim olur. Eyvaz müəllimdən sonraki taleyi təbiidir ki, o çox istedadlı idi, ali təhsil aldı və sonra Politexnik İnstitutuna eşitdiyimə görə müəllim kimi orada fəaliyyətə başladı. Sonra aspiranturaya daxil oldu. Çox böyük istedad sahibi idi. Ancaq təəssüf ki, o özünün o böyük riyazi savadından qədərincə istifadə eləmədi gələcəkdə. O böyük alimlərdən biri və seçilən sayılan respublikamızda hətta mən deyərdim ki, professor, akademik səviyyəsinə qalxa biləcək istedada malik olan riyaziyyatçılardan biri idi. Az müddət ərzində onun riyaziyyat elminə olan güclü fitrik istedadı üzə çıxmış və çox böyük hörmətə sahib olmuşdur.
Saykənd Orta Məktəbində bir müddət işlədikdən sonra riyaziyyat fizika fənlərini əla bildiyi üçün onu qonşu Basakeçər rayonunun Şişkaya kənd Orta Məktəbinə riyaziyyat müəllimi təyin etmişlər. O bir müddət, yəni 1953-1905-ci illər ərzində Çaykənd və Şişkaya kənd Orta Məktəblərində riyaziyyat müəllimi işlədikdən sonra 1955-ci ildə Bakı şəhərinə gəlmişdir. 1955-ci ildə Bakı şəhərində Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Universitetinin Mexanika Riyaziyyat Fakültəsinə əla qiymətlərlə daxil olmuş və həmin universiteti 1960-cı ildə bitirərək ali riyaziyyatçı ixtisası almışdır. Universitetdə oxuduğu illər ərzində universitetin professor müəllim heyətinin istedadlı, qabiliyyətli riyaziyyatçı kimi yaddaşlarına həkk olunmuş, onların hörmətini qazanmışdır. Həmçinin görkəmli riyaziyyatçı alim, əslən Gədəbəyli olan Qoşqar Əhmədovun sevimli tələbəsi olmuşdur. 1960-cı ildə Azərbaycan Dövlət Universitetini bitirərək ali riyaziyyatçı ixtisası almış və elə həmin il müvəffəqiyyətlə imtahan verərək aspiranturaya qəbul olunmuş. Aspiranturaya qəbul olunarkən verdiyi imtahanların əla nəticələri akademiya tərəfindən Moskva şəhərinə göndərilmiş. Orada baxıldıqdan sonra onun aspirantura təhsilini davam etməsi üçün Tbilisi şəhərində işləyən, milliyyətcə güclü olan bir professoru ona elmi rəhbər təyin etmişlər. Təxminən il yarım Tbilisi şəhərində həmin professorun yanında təhsil almış və həmin professor xəstə olması ucbatından qəflətən dünyasını dəyişmiş və bu səbəbdən təhsilini başa çatdıra bilməmiş və Bakı şəhərinə qayıtmışdır. Bakı şəhərinə qayıtdıqdan sonra 1967-ci ilədək Politexnik İnstitutunda Riyaziyyat Fakültəsində riyaziyyat müəllimi işləmişdir. Politexnik İnstitutunda riyaziyyat müəllimi işləyərkən onun riyaziyyat elmində ehtimal nəzəriyyəsi, kvant mexanikası, açılmayan integral məsələlərin həllində fitrik istedadı olduğuna görə professor müəllim heyəti arasında böyük nüfuza və hörmətə malik olması indi də yaddaşlarda yaşayır. Eyvaz müəllimlə mən bir neçə dəfə görüşmüşdüm. Arada yaş fərqimiz 10 yaşdan da çoxdur. Eyvaz müəllim 1935-ci ildə anadan olmuşdu. Qərbi Azərbaycanın Çəmbərək rayonunun Əmirxeyir kəndində anadan olmuşdu. O hələ kiçik yaşlarından elmi biliklərə çox maraqlıydı. Xüsusən təbiət elmlərini, riyaziyyatı və fizikan böyük istedadlıydı bu elm sahələrində. Bacarığına görə öz həmyaşlarından fərqlənirdi. Mən universitetdə oxuduğum və universitet aspirantı olduğum illərdə Allah rəhmət eləsin bizim çox böyük müəllimimiz vardı. Professor akademiyanın müxbiri Qoşqar Əhmədov. Qoşqar Əhmədov Eyvaz müəllim haqqında çox ürək dolusu danışırdı ki, bizim Qaraqoyunlu dərəsindən belə bir tələbəmiz var idi və biz onu Bakıda saxladıq. O zaman bu problem idi və onun təyinatını Riyaziyyat və Mexanika İnstitutuna veriblər. Yəni, yüksək elmi qabiliyyətini qiymətləndirərək bura göndəriblər və dərhal da Eyvaz müəllim aspiranturaya qəbul olub. Mənim bildiyim ona rəhbər olaraq Tiflisdən bir nəfər professoru təyin ediblər. Ancaq nədənsə bu işdə görünür nəsə alınmayıbdır və əsas fəaliyyətini Azərbaycanın ali məktəblərində dərs deməklə davam elətdirib. Eyvaz müəllim o zaman Politexnik İnstitut adlanırdı. Orada müəllim işləyib Riyaziyyat kafedrasında. O zaman Bakı şəhərində fəaliyyət göstərən Rostov Dəmir Yol İnstitutunun Bakı filialında işləyibdi. Bakı Kooperativ Texnikumunda riyaziyyat müəllimi işləyibdi. Sonra Bakı şəhərinin müxtəlif məktəblərində tanınmış nüfuzlu 82 nömrəli və Sabunçu rayonunun 72 nömrəli məktəblərində riyaziyyat müəllimi işləyibdi. O məktəbdə riyaziyyat müəllimi işləyərkən təkcə işlədiyi məktəbdə və işlədiyi rayonda deyil, Bakıda tanınmış bir riyaziyyat müəllimi idi. Mən xatırlayıram o zaman orta məktəbləri bitirərkən son sinif şagirdləri bir neçə fəndən, o cümlədən riyaziyyatdan yazılı imtahan verirdilər. O imtahan sualları məktəblərə bağlı paketdə gəlirdi və o paketi açmağa çox adam hünər eləyə bilmirdi. Bu paketi açan adamların biri də elə bizim çox hörmətli həmyerlimiz, Allah rəhmət eləsin,
Eyvaz Abbasqulu idi. O ürəklə o konverti açırdı və oradan çıxan məsələləri dərhal eləyirdi. Hansı məktəblərdə bu məsələ və misallarda çətinlik çəkərdilərsə, Eyvaz müəllimə müraciət eləyirdilər. Pedaqoji ictimaiyyət arasında, xüsusilə də riyaziyyatçılar arasında atam öz dəstxətti ilə seçilən təvəzzükarlığı, mədəniyyəti, eyni zamanda tələbkarlığı ilə fərqlənən müəllimlərdən idi. Və onun riyaziyyatçı həmkarları üzləşdikləri çətinliklərlə bağlı, həlli çətin olan məsələlərlə bağlı atama tez-tez müraciət edərdilər və onlar əmin idilər ki, bu məsələ mütləq həllini tapacaq. Çünki Eyvaz müəllim üçün həlli tapılmayan məsələ yox idi. Məclislərdə, xeyir-şər məclislərində görüşmüşük. Çox böyük nüfus sahibi idi, çox böyük nüfus sahibi idi, vətənpərvər bir insan idi. Xalqını sevən və böyük hörmət qazanmış bir insan idi. Eyvaz müəllimdə bir xüsusiyyət vardı ki, o yeganə müəllim idi ki, müəllim yoldaşları deyəndə ki, get məni əvəz elə. Bu ali məktəbdə müəllim əvəz eləmək çətindir, gərək hazırlaşasan ki, gərək ali məktəbdə müəllimin yerinə leksiya yoxlayasın. Amma elə Eyvaz müəllim istənilən müəllimi əvəz eləyə bilirdi. Savadlı idi, riyaziyyəti möhkəm bilirdi. Dahi şəxsiyyət idi, dahi riyaziyyatçı idi. Bakı Dövlət Universitetinin professoru Qoşqar Əhmədovun tələbəsi olub və mən Azərbaycan Politexnikasında oxuyan illərdə orada oxuyan riyaziyyatçılar həmişə Eyvaz müəllim haqqında gözəl fikirlər, istedadlı insan kimi, istedadlı riyaziyyat kimi onu hamı tanıyırdılar. Eyvaz müəllimin 90 illik yubileyi qeyd olunur. Bu gün həyatda yoxdur. Eyvaz müəllim aramızdan getmişdi. Allah ona dönədən rəhmət eləsin. Həqiqətən də Eyvaz müəllim deyəndə mənim bir an simvolumda dahi bir şəxsiyyət, dahi bir ailə başçısı, dahi bir həyat yoldaşı, dahi bir Qərbi Azərbaycanın Qaraqoyunu kimi mənim simamda qalıbdır. Allah ona dönədən rəhmət eləsin. Eyvaz müəllimin gözəl ailəsi var, gözəl balaları var. Balaları Azərbaycanımızın mühüm yerlərində vəzifələrdədir və son beşiyi Aynurə Məhəmmədova Qərbi Azərbaycanımızın Çəmbərək rayonunun Qadınlar Şurasının sədri. Biz heç bir vaxt yaşadığımız müddətdə Eyvaz müəllim yaddan çıxartmayacaq. Eyvaz müəllimlə bizim tanışdığımız lap məndən də qabaq olub. Yəni mənim rəhmətli atamla onlar çox yüz dostluqları olub. Əsas da Eyvaz müəllimin qardaşı Qurban əmi ilə. Yaxşı əlaqələr olub, bir-birləri ilə gediblər, gəliblər, dostluqları möhkəm olub. Sonra elə oldu ki, mən instituta qəbul oldu və instituta hazırlıq vaxtı mənə müəllim ehtiyac oldu riyaziyyatda. Onun üçün də mənə atam məsləhət gördü ki, Eyvaz müəllimlə bir yanına gedəsən. Və ilk dəfə getdim. Təbii ki, onda mənim yaşım az idi. Evlərinə məni qəbul elədi. Allah ona rəhmət eləsin. İlk dəfə mənə, o da məndən yaşda çox böyük, mən uşaq idim. Qəribə gəldi mənə ki, mən necə o yola gedəcəm. Amma o qədər gözəl bir münasibət mənimlə bəslədi ki, o qədər gözəl bir məni qarşıladı, o qədər mənə gözəl yola saldı, o qədər mənə gözəl bir şərait gəldi evində ki, mən özümü orada yad yox, tam ailənin bir üzü kimi hiss edirdim. Gedirdik, oturduq, ən ağır riyazi məsələləri belə, hətta mən bir şey deyim, o vaxt mən Türkiyə hazırlıq kursunda oxuyurdum. Hazırlıq kursunda oxuyan zaman türklərin belə bir fənni var idi, genel yetənək. Dedilər, bizim tərsimi həndəsi oxşuyur. Burada bəzi məsələn misallar var idi. İnanın ki, mən onu belə deyək də, bəzi daha Bakıda öndə gedən riyaziyyat müəllimlərinə ad çəkmirəm, göstərdim. Onlar bu misalları məndən aldılar ki, qoyun biz sabah buna, mən sizə cavab deyərik. Onun da bir hardasa 50% eləyə bilməmişdilər. O vaxt biraz qəribə fənni idi. Onu mən apardım Eyvaz müəllimə. Eyvaz müəllim bir hardasa 15 dəqiqə bundan sadəcə baxdı. İnanın, baxandan 15 dəqiqə sonra baxdıqdan sonra
bir qoydu qabağına, onun hamısı bircə həll elədi. Yəni ona görə də o adamın savadı, biliyi əvəz olunmaz idi. Gedirdim, mən indi tələbə idim, uşaq idim. Mütləq qarşıma bir dənə çay qoydurmalı idi. Bir vanilya qoydurmalı idi. Bəzən utanırdım, sıxılırdım. Deyir, utanma. Mənə elə bir münasibət göstərdi ki, sanki o uşaqla böyüklə böyük idi. Allah ona rəhmət eləsin. Hələ o dünyası gün-neçə ildir dəyişib. Hələ bu günlərdə mən onların ailəsi ilə, qohumları ilə bizim münasibətimiz davam edir. Onun da səbəbkarı əsas Eyvaz müəllim, rəhmətli Eyvaz müəllim özü idi. Ki, o məndə belə bir, necə deyim, belə bir hiss aşıladı. Belə bir insani keyfiyyətlər, necə deyim, qonaqpərvərlik. Bunun hamısını o mənə aşıladı. Və ən əsası da savad. Bəlkə də bugün burada indi kiçik bir klinikamız var. Balaca burada bir kiçik kollektivimiz var. Bəlkə də burada olmağımıza elə bir çox səbəblərdən biri də elə, ən böyük səbəblərdən biri də Eyvaz müəllimdir. Allah ona rəhmət eləsin. Eyvaz müəllim dahi riyaziyyatçı idi. O 4 gün cəmi mənlə riyaziyyatla məşğul oldu. Riyaziyyatın hansı bölmələrindən imtahana düşən biletləri elə bil əzbər bilirdi. Bu sahələri başladı öyrətməyə. Fəza fiqurları, loqaritmlər və digər çətin tənlikləri başladı öyrətməyə. Cəmi 4-5 gün məşğul oldu. Dedi, hə, hazırsan, imtahan verə biləcəksin. Bu minvalla mən onun tövsiyəsindən Azərbaycan Neft Kimya İnstitutunun Geoloji Kəşfiyyat fakültəsində qəbul imtahanlarını verdim və instituta daxil oldum. Oxuduğum ərəfədə həmişə soruşurdu dərslər nətərdir. Bəzən riyaziyyatdan olan leksiyaları gəlirdim ki, bu çətindir, biraz izah elə. Elə yarım saata, bir saata hər şeyi belə izah eləyirdi ki, insan o saat o qavrayırdı. Onun bu izahı çox bir elə bil ilahidən gələn bir verci idi. Və institutu bitirdikdən sonra mən öz sahəm üzrə işləməyə başladım. Bizim kətdən olan orta məktəbi bitirib gələn məzunlarla yox, digər kətlərdən də olan məzunlar valideynləri gətirirdi ki, bu uşağın riyazi cəhətdən savadını soruş, öyrən, bizə bir dəqiq cavab ver. Bizim nəsildə yalnız həm Eyvaz müəllimin və mənim soyadım Məhəmmədovdur. Qalanlarında tam başqadır. Və hal-hazırda Eyvaz müəllim uşaqları və bizim uşaqlar Məhəmmədov soyadından gedir. Bu da bilirsiniz nəyə görə? Dedi, o qədər ailədə ayrı-ayrı soyadlar var. Deyəndə ki, həqiqətən əmim oğludur, heç kim inanmır ki, bu Tofiq Məhəmmədovdur, yox da Aslanov deyəndə, yox da Əsədov deyəndə inanan yox idi. O da çox belə fərəhlə mən bu institutu bitirib, qazandığım nailiyyətləri görəndə həqiqətən də o çox fərəhlə deyirdi ki, halal olsun, mənim düzgün seçdiyim yolla sən düz getdin və bu sahədə ad-san qazandın. Eyvaz müəllim çox sadə bir insan idi. Allah rəhmət eləsin. O rəhmətə gedəndə mən xaricdə işləyirdim. Sonra məzuniyyətə gələndə ziyarət elədim. Çox pis oldum. Bir xeyli onun qəbrinin üstündə özümü saxlaya bilmədim. Çox ağladım. Həqiqətən də belə bir insanı itirmək bizim üçün çox çətin idi. Həmişə biz çətinlik olanda gedib məsləhət alırdıq. Bu yeni bitirən orta məktəb məzunları, qardaş, bacı, yaxud da qohum, əqrəbə hansı sahəyə yönəldək? Öz fikrini soruşurdu. Bir 15-20 dəqiqə ərzində araşdırırdı və deyirdi ki, bu sahə bunun üçündür, bu sahədə bu nailiyyət qazana bilər. Və belə bir bizə yox, el-obada çox adamlara böyük kömək eləyibdi.
Yeri cənnətlik olsun, nurla dolsun. Eyvaz müəllim həmişə qəlbimizdədir. O dahi adam idi, dahi riyaziyyatçı idi. Qazandığım nailiyyətlər Eyvaz müəllimin sayəsində olubdu. Mən uzun müddət xarici dövlətlərdə işlədim. Öz sahəmdə bacarığımla, savadımla, gördüyüm işlərlə müəyyən nəticələr əldə etmişəm və bu nəticələrin banisi, bünövrəsi mən yenə deyirəm Eyvaz müəllimin sayəsində olubdu. O mənim aləmdə, mənim kriteryumdan çox böyük alim idi. Çox böyük müəllim, əsl müəllim. Məsələn, mən bir misal deyim sizə. Eyvaz müəllim, məsələn, riyaziyyatdan dedim, azdan çoxdan məşğul oldu mənimlə. O zaman o klassik riyaziyyatdan çıxırdı. O qeyri-səlist riyaziyyatdan. O vaxt heç burada onun adını bilən yox idi 70-ci ildə. Qeyri-səlistlik gəldi bizə 80-dən sonra. Mənim özüm də sertay işimdə ondan istifadə eləmişəm. Lütfuzadənin qeyri-səlistlik o deməli nəzəriyyəsindən deyək. Dərsi izah edirdi klassik riyaziyyatdan. Və onun maraqlı olması üçün götürür onun tətbiqlərindən danışırdı. Eyvaz müəllim hələ o vaxt, deyirəm 70-ci ildə çox adam ondan bilmədiyi halda o danışırdı. Məsələ deyir, Dayaoğlu. Mən deyir, 2 qiymətli məntiqdən başqa bilirəm ki, 3 qiymətli də var. O vaxt bir dənə məntiq bilirdik, Aristotel məntiqi, doğru, yalan, true, false, if so. Bitdi. Ancaq o deyirdi 3 qiymətli də var və çox qiymətli var. Hansı ki 0-1-dən deməli qiymət alır. Həmin o Lütfuzadənin nəzəriyyəsinin əsası odur. O adam onları deyirdi. Sonra mənə biri deməli tətbiqdən danışdı. Dedi, Yaqub dedi, bu hər şey, çox şey riyaziyyatın üstündə qurulur. O cümlədən müəyyən prosesdir, hadisədir, nədir? Bunu sən modelləşdirməlisən. Riyazi qanuna uyğunluqları tapıb onları yazırsan, bu olur riyazi model və onunla da müəyyən proqnoz, müəyyən deməli məsələləri eləyirsən. Və belə bir misal çəkdi, elementar. Dedi, riyaziyyatda ekstrem tapılması var da, deyir Dayaoğlu. Deyirəm, bəli, bilirsən deyir, o nədir? O modeli qurandan sonra deyir, modeli qurdun, prosesi yazdın riyazi tənliyindən və s. İndi bu məqsədin nədir? Hər bir müəssisənin missiyası var, məqsədi var. O məqsədə uyğun funksiya qurulur. Adına da deyirlər məqsəd funksiyası. Və o məqsəd funksiyasının ya maksimum bu, ya minimum axtarılır. Ekstrem budur. Belə misallardan bir neçəsini çəkə bilərəm. Və dediyim kimi, məsələ sonra elə oldu ki, mən aspiranturada oxudum və s. Bunlardan mən hamısından, necə deyirlər, bir tezis kimi gözümün qabağına gəldi, mən istifadə elədim. Və işlədiyi müddət ərzində mənim bildiyimə görə, gördüyümə, eşitdiyimə görə o nəinki məktəb uşaqlarına, eləcə də dost, tanışa, qohuma, ellilərimizə düzgün məsləhətlər göstərdi. Alim bilici deməkdir. Bu adam öz sahəsini o qədər mükəmməl bilirdi ki, onun tətbiqi ilə bir yerdə. Yeri gələndə o əsl alimdir. Nə olsun, o indi talib elə gətirdi ki, o deməli, diplom almasa da alim Eyvaz idi. Mənim dilim də gəlmir, Allah rəhmət eləsin deyə. O bizimlə yaşayır, öz yetirmələri ilə, balalarınla, nəvələrinlə, ellilərin. Eyvaz müəllim çox gözəl riyaziyyatçı idi. Elimizin, obamızın çox saylı abituriyentləri məsləhət almaq üçün Eyvaz müəllimin yanına gəlmişdi. O cümlədən mən də gəldim və bizim biliklərimizi yoxladı. Riyaziyyatdan bizim biliklərimizi qənaətbəxş olduğunu gördü və onun məsləhəti ilə mən sənədlərimi Azərbaycan Dövlət Pedaqoji Universitetində verdim və institutun tələbəsi kimi onun məsləhəti ilə ali təhsil aldım. Sonraki dövrlərdə də Eyvaz müəllimlə çox sıx münasibətlərimiz oldu. Çünki Eyvaz müəllim mənim qohumumdur, bacımın yoldaşıdır. Mütəmadi olaraq biz görüşürdük, söhbətlər elirdik, o bizə həyat yolunu göstərirdi. Eyvaz müəllim özü çox böyük riyaziyyatçı idi. Sözün əsl mənasında müəllim idi, gözəl vətəndaş
vətənini, elini, obasını sevən, insanlara yol göstərən, mehriban, vəfalı həyat yoldaşı idi, gözəl ailə başçısı idi, qayğıkeş ata, etibarlı dost kimi yaddaşlarımıza qalmışdı. Eyvaz müəllim, mən işlədiyim dövrlərdə Nərimanov rayonu 82 nömrəli və Sabunçu rayonu 72 nömrəli məktəb liseydə riyaziyyat müəllim işləmişdi və həmin məktəblərdə hər iki məktəbdə Riyaziyyat Fənn Metod Birləşməsinin sədri kimi fəaliyyət göstərmişdi. Çoxsaylı riyaziyyat müəllimlərinin elmi pedaqoji səviyyələrin qalxmasında Eyvaz müəllim müstəsna əmək olmuşdu. Dərs dediyi şagirdlər şəxsiyyət kimi formalaşmasında Eyvaz müəllim çox müstəsna xidmətləri olmuşdu. Peşəkar fəaliyyəti ilə məşğul olduğu müddət ərzində onun şagirdləri yüksək ballarla ali məktəblərə qəbul olmuş. İşlədiyi dövrdə bütün müəllim və şagird kollektivinin çox böyük nüfuzunu qazanmışdır. Onlar hər birisi çalışırdılar ki, valideynlər kimi öz övladları Eyvaz müəllimin dərs dediyi siniflərdə təhsil alsınlar. Eyvaz müəllimin fəaliyyəti çox yüksək qiymətləndirilmişdir. Dəfələrlə fəxri fərmanlarla, diplomlarla təltif edilmişdir. Eyvaz müəllimin əməyinə verilən qiymət mən hesab edirəm ki, tam həyata keçirilməmişdir. Eyvaz müəllim çox böyük riyaziyyat müəllimi olmaqla yanaşı çox saylı riyaziyyatçilərin maariflənməsində, onların riyaziyyatın çətin sual həll olunmasında, riyazi biliklərinin formalaşmasında böyük zəhmət göstərmişdir. Böyük qızı müəllimə kimi onun deməli yolunu davam etdirir. Ortancı Xəzər rayonunda idarə sədr müavinidir. Balaca qızı Aynur xanım isə mərkəzi komissiyasında fəaliyyət göstərir. Atam olduqca qayğıkeş ailə başçısıydı və bu gün ata missiyasını layiqincə yetirmiş, atam haqqında danışmağı özümə bir qürur bilirəm. Ailədə 3 qız evladı böyümüşük və bizim cəmiyyətdə ləyaqətli vətəndaş bir şəxsiyyət kimi formalaşmağımızda atamın nəsihətləri çox böyük rol oynamışdı. Belə ki, pisi yaxşıdan ayırmağı, həyatda mərd və qürurlu yaşamağı, nə olursa olsun ləyaqətini qorumağı, halal zəhmətlə çörək qazanmağı öyrədən ilk müəllimimiz də anamla bərabər atamız olub. Atam Məhəmmədov Eyvaz Abbasquluoğlunun Qərbi Azərbaycanın Çəmbərək rayonunun Əmirxeyir kəndindən başlayan ömrü minlərlə gəncin ömür yoluna bilik və nəsihət xəzinəsindən nur paylamaqla elmimizi, təhsilimizi daim şərəfləndirməklə keçmişdir. Öz işığı, iti zəkası, dərin biliyi, müqəddəs müəllim peşəsinə sədaqəti, alicənablığı, mədəniyyəti ilə cəmiyyətimizdə hörmət və nüfuz sahibi idi. Çox zaman atama müəllimlər müəllimi deyirdilər. Ona görə ki, o yüksək peşəkarlığı, müəllim peşəsinə sədaqəti ilə cəmiyyətimizdə hörmət qazanmış, eyni zamanda müəllim adına şərəf və ölməzlik gətirmişdi. Mən lap kiçik yaşlarımdan atamın hər yerdə adının hörmətlə çəkildiyindən, cəmiyyətimizdə nüfuzundan qürurlanaraq böyümüşəm və sonralar təhsil aldığım illərdə, işlədiyim yerdə də adımın Aynurə Eyvaz qızı kimi çəkildiyindən qürurlanmışam, fəxr etmişəm və eyni zamanda da çox məsuliyyət hiss etmişəm. Heç zaman yadımdan çıxmaz, İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra mən həmin diplomu valideynlərimə təqdim edərkən atamın fərəh dolu baxışları, fəxarət dolu sözləri və xeyir duası məni dünyanın ən uca zirvəsinə qaldırmışdı. Bir məsələni də qeyd etməyə özümə borc bilirəm ki, mənim maliyyə kredit ixtisasını seçməyimdə də atamın nəsihəti, məsləhəti olmuşdu. Atam hər zaman ailəmizdə mənimlə həmsöhbət olardı. Bir şeyi də qeyd edib ki, atam olduqca maraqlı həmsöhbət idi. Çünki elə bir sahə yox idi ki, onun o sahə üzrə dərin bilikləri olmasın. İstər elm, iqtisadiyyat, siyasət, tarix, mədəniyyət, incəsənət, idman, hər tərəfli inkişaf etmiş bir
insan idi və onunla söhbət eləmək həmişə maraqlı idi. Çünki hər zaman yeni bir məlumat alırdın, bilmədiklərini öyrənirdin. Hətta bir şey də sizə deyim ki, istənilən sahənin adamı atamın yanına məsləhət dalınca gəlirdisə, o mütləq qaydada faydalı məsləhət alırdı və sevinərək gedərdi. Atam xasiyyətcə zəhimli və tünd xasiyyət bir insan idi. Yüngül zarafatları, yüngül söhbətləri sevməzdi, sözü bir dəfə deyərdi və onun iştirak elədiyi məclislərdə, tədbirlərdə insanlar oturuşuna, duruşuna, sözünə, söhbətinə maksimal dərəcədə diqqət yetirərdilər. Çünki belə qəbul olunmuşdu ki, əgər o məclisdə Eyvaz müəllim iştirak edirsə, demək orada yüksək səviyyədə nizam, intizama riayət olunmalıdır. Lakin nə qədər zəhimli, ağır xasiyyətli insan kimi görünsə də, onun çox xeyirxah, mərhəmətli, ümman bir qəlbi var idi. Çox gözəl şahmat oynayırdı və onunla şahmatda rəqib olmaq xüsusi bir cəsarət tələb edirdi. Unikal riyazi bilikləri olan riyaziyyatçı, böyük pedaqoq olmaqla yanaşı, atam həm də kamil şəxsiyyət idi. Gözəl dost, etibarlı, sədaqətli yoldaş idi. Həyat yoldaşı Zöhrə xanım riyaziyyat müəllimi kimi Eyvaz müəllimin yolunu davam etdirmişdi. O da uzun müddət gənc nəslin təlim tərbiyəsinə rəhbərlik eləmişdi. Sabunçu rayonunun bir sıra məktəblərində məktəb direktoru kimi fəaliyyət göstərmişdi. Milli qeyrətli, dəyərli ziyalı Eyvaz müəllimlə 1968-ci ildə ailə həyatı qurmuşuq. Eyvaz müəllim alicənab bir şəxsiyyət idi. O, özünün, sözünün çəkisi həmişə cəmiyyətdə fərqlənirdi. O, müəllim kimi cəmiyyətdə çox böyük nüfuz qazanmışdı. Riyaziyyat elminin sirlərini şagirdlərinə, institut tələbələrinə böyük səbirlə, təmkinlə öyrədirdi. Eyvaz müəllimin şəxsi keyfiyyətləri həmişə mən qürur duyurdum. O çox ailə canlı idi. Balalarını, evlatlarını, dərs dediyi məktəbliləri öz canı qədər sevirdi. Öz balaları kimi sevirdi. O məktəbdə işlədiyi vaxtda, o işlədiyi bütün kollektivlərdə dərin hörmətə malik idi. Dostları arasında sevilirdi. Riyaziyyatın sirlərini öyrətməklə yanaşı, həm də dostlarına həm elmi cəhətdən, həm metodiki cəhətdən köməklik edirdi. Eyvaz müəllimin qonşular arasında da böyük nüfuzu var idi. Onların şad günlərində, kədərli günlərində həmişə qonşuların yanında olardılar. Hələ bu günə qədər Eyvaz müəllimin vəfatından nə qədər illər ötsə də, bütün qonşular həmişə onun xatırlayırlar. Eyvaz müəllim mənim bədii yaradıcılığıma da yaxından kömək eləyirdi. O mənə yaradıcılığıma ilham verirdi sanki. Bax, mən 7 kitab müəllifiyəm. Onun vəfatından sonra Eyvaz müəllimin əziz və unudulmaz xatirəsinə mənim Nağıllı Dünyam adlı bir kitabda yazmışam. Müəllim çox böyük şəxsiyyət idi. Mən onunla yaşadığım dövrdə hər addımda onun böyüklüyünü hiss edirdim. Çünki o hara gedəndə yolda nə qədər insanlar onunla salamlaşırdı, nə qədər insanlar ona yaxınlaşırdı, həlafat tuturdu və Eyvaz müəllimin böyüklüyünü hər yerdə göstərirdilər. Ali təhsil ocaqlarında onun nə qədər dostları var idi. O ali təhsil ocaqlarında Eyvaz müəllim öz biliyinlə, öz şəxsi nüfuzunla, öz şəxsiyyətinlə dostları arasında seçilirdi və sevilirdi. Mən Eyvaz müəllimin əziz və unudulmaz xatirəsinə bir belə şeir yazmışdım. Boyu xan çinardı, saçları dümağ, elmin zirvəsində durdu üzü ağ, qəlbi bir ümmandı, özü uca dağ, bax belə yaşadı Eyvaz müəllim. Həyatda çox ciddi, yerişi asta,
Canını verərdi vəfalı dosta, əsl insanlıqda ustaydı usta. Bax, belə yaşadı Eyvaz müəllim. Koroğlu qeyrəti vardı canında, düşmənə nifrəti axdı qanında, məktəbli balalar hər an yanında. Bax, belə yaşadı Eyvaz müəllim. Vətənsiz bu dünya ona da dardı, nəvələri ona dövlətdi vardı, zöhrəsi də ona vəfalı yardı. Bax, belə yaşadı Eyvaz müəllim. Qürurlu yaşadı, qürurlu gəzdi, bilik meydanında çoxunu əzdi, zəhmətdən yoruldu, nə də ki bezdi. Bax, belə yaşadı Eyvaz müəllim. Onu sarsıdmazdı qüssə qəm kədər, müəllim ömrünü vermədi hədər, öyrətdi ömrünün sonuna qədər. Bax, belə yaşadı Eyvaz müəllim. Mən Eyvaz müəllimin şəxsi keyfiyyətlərini o dinlədiyiniz şeirdə bir-bir göstərmişəm. Eyvaz müəllim evladlarını çox sevirdi, ailəsinə çox bağlı idi. O istəyini çox zaman biruzə verməsə də, o kiçik qeydlərində yazırdı ki, bir dəfə sevirəm dağları tutan dumanı, bəyaz gecəni də, soyuq çəni də, sevirəm qəlbimdə məkan olanı, əziz qızlarımı, yenə səni də. Eyvaz müəllim ailəsinə çox bağlı idi. Uşaqlarının təlim tərbiyəsinə diqqət yetirirdi. Bizim 3 evladımız var, 3 qızımız olub. Böyük qız onun yolunun davamçısıdır. Belə deyirlər ki, böyüyü kimsə körpünü qoyur, qalanlar hamısı oradan keçir. Eyvaz da o körpünü qoydu, biz hamımız o yoldan keçdik. Biz ailədə qardaşlarımın biri hüquqşünas, biri mühəndis, Eyvaz isə riyaziyyatçıdır. Riyaziyyatçı deyim belə, əsl riyaziyyatçı. Onun qoyduğu yolu da mən davam elətdirdim. Mən də riyaziyyat müəllimi oldum. O birisi bacılarım isə sinif müəllimi, ədəbiyyat müəllimi. Biz həmişə ailədə bir yerə yığılanda qardaşımla, Eyvazla cəmaət ailə vəziyyətindən danışır, nə var, nə yox, hal-əhval tutur. Biz həmişə sözümüz riyaziyyatdan düşürdü. Biz institut qutaranda orta məktəblərdə ihtimal nəzəriyyəsi keçilmirdi. Sonradan orta məktəblərdə ihtimal nəzəriyyəsi keçilməyə başladı. Mən qardaşıma çox güvənirdim, həddindən çox güvənirdim. O mənə elə dəqiqliklə ehtimal nəzəriyyəsini öyrədirdi ki, həmişə mən ondan fəxr eləyirdim. Sonralar Azərbaycan məktəblərində xüsusən birinci dəfə Bakı məktəblərində elektron hesablama maşınlarını işlətməyə başladılar. Bu kompüter texnologiyasını məktəblərdə ilk dəfə tətbiqini Eyvaz müəllim onları gətirib quraşdıranlardan öyrəndi və Bakı şəhərinin metodisti kimi qalan müəllimlərə də öyrətməyə, o cümlədən mənə də öyrətməyə başladı. Bütün hamımız ondan fəxr eləyirdik. Nə deyərəm mən? Qardaşım həmişə bizim xatirəmizdə əziz bir xatirə kimi yaşayır və yaşayacaqdır. Nə qədər sağam, həmişə o mənim ürəyimdə yaşayacaq. Həm dərs mövsümündə, həm də yay tətillərində qardaşım kəndimizə gələrdi. Dərs mövsümlərində kəndimizin məktəbinin müəllim kollektivi onu çox böyük hörmətlə qarşılayardılar. Məktəbdə riyaziyyat və fizika fənlərindən maraqlı diskussiyalar aparar, çətin həll olunan məsələ və misalların həllini sual verənlərə çox rahat və yadda qalan üsullarla izah edərdi. O kəndimizə gələndə həmçinin qonşularımız onunla görüşüb söhbət etmək üçün evimizə toplaşardılar. Mən ailəmizin kiçik qızı idim. Kiçik qızı olsam da oxumağa çox böyük həvəsim var idi. Mən günlərin bir gündə orta məktəb qutarandan sonra ali məktəb istədim gedəm. Qardaşım gilə getdim, çünki o bizim dayağımız idi. O bizi hamımıza kömək olurdu. Getdim ora, o qədər onun ağır zəhmi var idi ki, mən ona baxanda utanırdım, qorxurdum. O mənə tənlik verdi, sadə bir tənlik verdi ki, bunu elə görüm, hələ sən bacarırsan, universitetə gedə biləcəksənmi? Mən o tənliyi eləyə bilmədim. O qədər əsirdim ki, zəhmi məni tutmuşdu. Ancaq sonralar mənim oxumağa çox böyük həvəsim olduğuna görə özüm oxudum.
Ali məktəbi qurtardım. Hətta 4-cü kursa gəlib çatanda o mənə deyir, sən neçənci kursda oxuyursan? Dedim ki, 4-dəyəm. Bax, o deyirlər, nə tez gəlib gedirmiş. Nəhayət ki, mən də qurtardım. Allah ona rəhmət eləsin, o bizim həmişə dayağımız olub. Başımızın tacı bilmişik, biz ondan fəxr eləmişik. Allah ona rəhmət eləsin, ruhu həmişə şad olsun. Dağıstanda riyaziyyat sahəsində namizədlik dissertasiyasını müdafiə etməyə çalışan bir Dağıstanlı çox çətin bir riyazi məsələnin həllində çətinliklə üzləşir və həll edə bilmir. O bu məsələ ilə bağlı Moskva şəhərinə, orada yaşayan elmi rəhbərinə telefonla zəng edir. Onun elmi rəhbəri həmin riyazi məsələnin həll olunmasında kömək alması üçün Bakı şəhərində Politexnik İnstitutunun Riyaziyyat kafedrasına müraciət etməsini məsləhət verir. O, Bakı şəhərinə gəlir, Politexnik İnstitutunun Riyaziyyat kafedrasına müraciət edir. Kafedra müdürü ona Eyvaz müəllimlə görüşməyi məsləhət görür. Həmin Dağıstanlı Eyvaz müəllimlə görüşür. Eyvaz müəllim onun çətinlik çəkərək həll edə bilmədiyi məsələni 10 dəqiqə həll edir, həll üsulunu ona izah edir. Həmin Dağıstanlı onun riyazi biliyinə heyran olur və razı halda Dağıstana qayıdır. Şərəfdir, həm çətindir. Eyvaz müəllimin həyat yolu elə bir yoldur ki, o yolu hər adama qisməti olmur. Eyvaz müəllim çox gözəl riyaziyyatçı. Mənim əmi oğlum düşürdü. Mənim babamın uşaqları olmayıb, gəlib Eyvaz müəllimcilin ocağında, yəni Əsəddinin ocağında, orada atam, əmim, bir də mamam anadan olur. Dünya gəlir. Buna görə biz elə əmi oğluyuq. Hətta babamın bitirkası da Aslanov, Tanrı verdi, Məhəmmədov. 6-cı sinifə kimi bitirki ilə gəldilər. Bunlar çox, atamla çox, həm yaşlı idi, həm də çox yaxın münasibətləri var. Elə həmin münasibətlə də qardaşım Afiqə qızını babam aldı, Eyvaz müəllimlə quruldular. Bunlar da çox yaxın idilər olmalı, daha da yaxınlaşdılar. Eyvaz müəllim bütün kənddən gələn, qəbula gələn uşaqların hamısını birinci Eyvaz müəllimdən imtahan verir, imtahan keçir. O cümlədən mən də keçmişəm həmin yolu. Papamla gəldi Eyvaz müəllimcilər. Eyvaz müəllim bir-iki sual verdi mənə və dedi, dur get. Mən durub gedəndən sonra çöldə, bağda hərrəndən gördüm, papam dedi ki, nə tərdi, nə oldu? Dedi ki, Arxeyn, Əmr Xeydən dedi, bununla ikinci nəfərdir gələn. Dedi, bəs biri kimdir? Dedi, Babək mən. Həm bizim Çəmbərək rayonunun, Basakeçər rayonunun kəndlərindən, hətta Bakı şəhərindən ali məktəblərə qəbul olmaq üçün sənəd verilmiş abituriyentlərin riyaziyyat və fizika sahəsində etdikləri müraciət əsasında Eyvaz müəllim onların hər birinə adı çəkilən fənlərin öyrədilməsində heç kimdən köməyi əsirgəməmiş, onların hər birinə riyaziyyat elmin sirlərini öyrədərdi. Müraciət edənlərdən kiminsə ondan narazı qalmasını biz heç vaxt eşitməmişik. Bizim evimiz atama görə bir elm məbədgahına çevrilmişdi. Belə ki, 60-cı, 70-ci, 80-ci illərdə Qərbi Azərbaycanın Çəmbərək rayonunun Qaraqoyunlu dərəsindən ali təhsil almağa gələn gənclər özlərinin riyaziyyatdan bilik və bacarıqlarını sınamaq üçün atama müraciət edərdilər. Və həmin gənclərdə, tələbələrdə, şagirdlərdə riyazi biliklərin formalaşması, eyni zamanda riyaziyyat elminin sirrinin öyrənilməsi ilə yanaşı, həm də onların bir şəxsiyyət kimi formalaşmasında, dünya görüşlərinin artmasında atamın təsiri olmuşdur, müstəsna rolu olmuşdur. Bugün həmin insanlar Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarda yüksək ixtisaslı mütəxəssis kimi çalışırlar və hər zaman atamı minnətdarlıq hissi ilə və ehtiramla anırlar. Eyvaz müəllim öz torpağına, öz vətəninə, öz elinə, obasına bağlı bir insandır. Eyvaz müəllimgilin ailəsi böyük bir ailə idi. Demək olar ki, onların ailələrin hamısı müsbət
yaxşı oxuydular məktəbdə. Salih seçilən uşaqlardan idi. Hətta o bacılarının biri ilə Eyvaz müəllimin ixtisasına yiyələnib. 90-da məktəb direktoru işlədi. Öz elmi əsərlərlə, öz savadınla Azərbaycan riyaziyyətinə çox yaxşı tövsiyələr vermişdir. Onun əsərləri Azərbaycanda əsərləri daimi anılır, o əsərlərə müraciət olunur. Özünə hörmət edən insanlar onun həmişə hörmətini saxlayardılar və müəyyən müzakirələrdə, elmi sovetlərdə Eyvaz müəllim həmişə son söz deyənlərdən biri idi. Özəl yoldaşı var. Onun yoldaşı ictimaiyyətdə gözəl tanınan bir şəxsdir. Zöhrə xanım, o da uzun müddət Azərbaycan Bakı şəhərində məktəb direktoru işləyib. İndi hal-hazırda pensiyadadır. Bir şair kimi də öz yerini tutmuş. Xalqımızda işləyən vaxtları hamı deyirdi ki, Eyvaz müəllim bir dərsə hazırlıqlı girməzdi. O dərslərin hamısını birdən-birə girib, istənilən riyaziyyət dərslərini, istənilən vaxt başqa müəllimlərin yerinə girib, onu əvəz eləyib gedir. Daha başqa müəllimlər kimi mən hazır deyiləm falan belə söhbətlər olmuyor. Eyvaz müəllimə Allah rəhmət eləsin. Onun balalarının boy həmişə xoşbəxt olsun, ruhu şad olsun. Eyvaz müəllim həmişə bizim qəlbimizdə yaşayır. Qardaşım həmçinin dərin məzmunlu gözəl şeirlər yazardı. Adətən riyaziyyat elmini dərindən bilənlər mənalı və gözəl şeirlər yazmaq qabiliyyətinə malik olurlar. Onun məhəbbət mövzusunda yazdığı şeirlərdə söyləmək yerinə düşərdi. Məhəbbət, nə deyim bu ülvi ada, hamıya bir gözlə baxmayır o da, kimiyə ömür gün yoldaşı verir, kimiyə ömürlük göz yaşı verir. Gəl, bizim məhəbbət acı olmasın, açsın çiçəyimiz, açsın, solmasın. Qardaşım 2001-ci ilin oktyabr ayının 22-sində qəflətən ürək tutmasından, yəni infaq xəstəliyindən qollarımın arasında həyatla vidalaşdı və gözlərini əbədi yumdu. Qardaşımın qəfil ölümü ailəmizi, tayfamızı, elimizi, obamızı, onu tanıyanları, onun ardıcıllarını möhkəm sarsıtdı. Qafıldan o rəhmətə getdi. Mənim üçün və bizim ailə üçün çox ağır bir gün idi onun rəhmətə getməyi. Allah rəhmət eləsin. Təəssüf ki, onu biz qoruyub saxlaya bilmədik. Amansız xəstəlik onu əlimizdən aldı. Çox cavan yaşlarından hələ enerjisini tam sərf eləməmiş bir vaxtda bizdən ayrıldı. Allah qəni-qəni rəhmət eləsin. Artıq 24 ildir ki, atam Haqqın dərgahına qovuşubdu və aramızda yoxdur. Lakin onun əziz və nurlu xatirəsi daim yaşayır və atamın vüqarlı, şərəfli, uca adı bizi də yaşadır. Bir mütləq həqiqət var ki, şərəfli ömür sürmüş, ləyaqətli, şəxsiyyətli insanlar insanlığa, cəmiyyətə fayda vermiş insanlar daim xatirələrdə, yaddaşlarda, qəlblərdə və dualarda yaşayır. Necə ki, mənim atam yaşayır. Və belə atanın evladı olmaq mənim üçün çox qürur vericidir. Eyvaz müəllimin çox böyük həyat yolu var. Gedəndə də birdən getdində Allah rəhmət eləsin Eyvaz müəllimə. Arxasında yaxşı uşaqları var, qızları var, nəvələri var. Allah onların canlarını sağ eləsin. Yaxşı yoldaşı var, həyat yoldaşı. Allah onun canını sağ eləsin. O uşaqların üstündə nə istəyi olmasın. Vaxtsız ölüm Eyvaz müəllim bizim aramızdan tez apardı. İndi yaşasaydı Eyvaz müəllimin 90 yaşını biz qeyd edirik. Çox təəssüflər olsun ki, Eyvaz müəllim sıralarımızdan tez getdi. Onun məkanı cənnət olsun, ruhu şad olsun. Eyvaz müəllim bu gün də yaşayır. Çünki onun xatirəsi hamının qəlbində daimi olaraq əbədi yaşayır. Qardaşıma, ocağımızdan köçənlərin hamısına, tayfamızdan, elimizdən köçənlərin hər birinə, Çəmbərək rayonunun Azərbaycanlılar yaşayan kəndlərində əbədiyyata qovuşanların hamısına və hər iki Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş hər bir şəhidimizə Ulu Tanrıdan rəhmət diləyirəm və onların hər birinə Allah rəhmət eləsin deyirəm.
Müzik